Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 7-ci sinif Riyaziyyat və Mazov testindən rasional ədədlər, dövrü onluq kəsrlər bir variantını sayacağım. Deməli, birincidə deyir ki, -8,5 ədədi ədəd oxu üzərində hansı tam ədədlər arasında yerləşir? Təbii ki, yerləşir -8 və -9-un arasında. Yəni, cavab olacaq B bəndi. 2-də ədəd oxu üzərində verilmiş nöqtələrin vəziyyətinə görə n nöqtəsinin koordinatını tapmalıyıq. Bunun üçün mən birinci 18 tam dövrdə 6-dan çıxacam. -5 tam dövrdə 24-dür. Yəni, bunu da çevirmə şərti ilə. Gəlin çevirək. Deməli, 18 tam 9-da 6-dan çıxırıq 5 tam 99-da 24-dür. Və burada ortaq məxrəc tapsam, 18 tam 99 ortaq məxrəcdir. 99 9-a bölürəm 11, 11-i də 6-ya vururam 66. Çıxılsın 5 tam 99-da 24. 18-dən 5 çıxıram, eləyir 13, tam 99-da 2, bu da olacaq 42. Bunu da biz yazsaq, dövrdə 13 tam dövrdə 42 yazılır. Yəni, bunu normalda açanda biz 13 tam 99-da 42 deyirik. 3. Düzbucaqlının uzunluğu verilib, eni isə bunun 0 tam dövrdə 6 hissəsi qədərdir. Hissəsi deyəndə vururuq. Yəni, uzunluğumuz 12 tam 9-da 3-dür. Bunun 0,6 hissəsi 9-da 6 deməkdir. Düzgün olmayan kəsrə çevirəm ilk öncə. 12-ni 9-a vurub üstünə 3 gələcək. Deməli, 12-ni 9-a vuranda eləyir 108, üstünə də 3 gələndə alırıq 111. 9-da 111-i vururuq 9-da 6-ya. Və burada 9-9-a vuranda 81 eləyir, 111-i də 6-ya vuranda 666 eləyir. Bunu aldıq. Bunu hətta ixtisar da apara bilərik. Çünki ixtisar gedirlər. Deməli, 666-nı biz 3-ə bölsək, olacaq 222. 81-i də 3-ə böləndə alırıq 27. Bu ifadəni aldıq. Sonra 27 təzədən 3-ə bölünür, aşağıda qalır 9. 222 də 3-ə bölünür, olur 74. 9-da 74. Deməli, n-ni tapdıq. İndi düzbucaqlının perimetri deyəndə uzunluğu ilə n-nin cəmdir. Yəni, 12,9-da 3-lə toplamalıyıq biz 9-da 74-dür. İndi 12-ni 9-a vurub üstünə 3 gələk. Yəni, bunu da düzgün olmayan kəsrə çevirək. 12-ni 9-a vuranda 108, 108-in də üstünə 3 gələndə 111. 9-da 111 ilə 9-da 74-ü toplayırıq. Deməli, 111-in üzərinə 74 gələndə alırıq 185. Yəni, cavab olacaq 9-da 185. İndi 185-i 9-a bölsək, normalda cavab eləyir 20 tam. 20 tam, təbii ki, dövrdə 5-5 təkrarlanan gedir. İndi biz düzbucaqlının perimetrini bilirik ki, bunların cəminin 2 mislidir. Yəni, aldığımız bu 9-da 185-i vurmalıyıq eyni zamanda 2-yə. Yəni, 185-i 2-yə vururam ilk öncə, sürətə aiddir, o da eləyəcək 370. Yəni, 9-da 370 aldıq. 370-i də 9-a böləndə cavabımız olur 41 tam dövrdə birlər də təkrarlana gedir. Yəni, 3-ə də uyğun olacaq bizdə cavabımız B bəndi. 4. İki nöqtə arasındakı məsafəni istəyir. Məsafəni tapmaq üçün biz bunları bir-birindən çıxmalıyıq. Yəni, AB nöqtəsi arasındakı məsafəni istəyirsə, biz B-dən A-nı çıxırıq. B nöqtəsindən A-nı çıxırıq. B-miz verilib 3,3-də 2-dir. A-mız da çıxanda artıq üstə gəlmə olacaq. 1,10-da 6 olacaq. Və onluq kəsirdə keçiririk kəsrə. 1,10-da 6. Ortaq məxrəc 30 olacaq. 30-u 3-ə böləndə
10 edir, onu da 2'ye vuranda 20 edir. 3 tam 30'da 20. Üstə gəlsin 1 tam 30'da 18. Toplayanda eləyir 4 tam 30'da 38. 38'i də 30'a böləndə 1 tam da gəlir üstünə 5 tam 30'da 8 aldı. Bunu da ixtisar aparıq, çünki sayda formada verilib. 8'i 2'ye bölürəm 4 alıram, 30'u da 2'ye bölürəm 15 alıram. Yəni 5 tam 15'də 4. 4'e uyğun olacaq A variantı. 5'də bu qədər hissəsi bu olan ədədi tapın deyir. Ümumiyyətlə ədədin hissəsi qarşıda olanda biz həmin ədədi hissə göstərənəddə bölürük. Yəni 24'də 13 hissəsi 2 tam dövrdə 1,6 olan ədədi tapmaq üçün biz 2 tam 90'da 15'i bölməliyik 24'də 13'e. Yəni vurmalıyıq tərsinə 13'də 24'də. Bunu düzgün olmayan kəsrə çevirirəm. 2'ni 90'a vururam 180. 180'in də üzərinə 15 gəlirəm, eləyir 195. Bunu da vururuq 13'də 24'də. 195'dən 13 ixtisar gedir. Burada qalır 15. 90'la da 15 ixtisar gedir. 90'ı da 15'e böləndə eləyir 6. 24'ü 6'ya bölüb cavabı alırıq yekunda 4. 5'e de uygun olacaq A variantı. 6. 6'da birinci sağ tərəfi həll edirəm. 0,4'də 3 yazılıb. Biz onu 9'da 3 kimi göstərik. Dövrü göstərmə şərti mötərizələrin sayı qədər 9 yazılır. Yəni bu normalda 9'da 3'dür. Və 9'da 3 ilə 8'də 3'ü toplayırıq. Ortaq məxrəc tapacağım yenə həmişə kimi 72 götürürük. 72'ni 9'a böləndə 8 eləyir. 72'ni 8'e böləndə 9 eləyir. 3'ü 8'e vururam 24. 9 da 3'e vururam 27. Topluyorum. 72'də 11, 51. Bunu aldıq. İndi x'i tapmaq istəyəndə bölünən bölən qismətdir. Yəni məchul bölünəni tapmaq üçün qisməti bölənə vururuq. Yəni 72'də 51'i vurmalıyam 9'da 6'ya. 9'da 6'ya. Bunları da ixtisar aparaq. Çünki 72 ilə 6 ixtisar gedir. 72'ni bölək 6'ya. 72'ni 6'ya böləndə alırıq 12. Sonra 51 ilə də 9 ixtisar aparıram. 51'i 3'ə böləndə 17 alıram. 9 da 3'ə böləndə 3 alıram. Deməli, məxrəcdə 12 vurulsun 3, yəni 36 qaldı. Sürətdə isə 17 qaldı. 6'ya da uyğun olacaq B bəndi. 7. Bu ifadənin qiymətini deyir hesablayın. Bunun üçün birinci vurmanı həll edirik. Yəni çeviririk. Bunu çevirəndə 1 tam 90'da 26'dan da 2 çıxıram 24 alırım. Vurulsun 1 tam 9'da 3'e. Düzgün olmayan kəsrə çevirsəm olur 90'da. 90'ın da üstünə 24 gəlirəm. Eləyir 114. Bu oldu 90'da 114. Bu da eləyəcək 9'da 12. Deməli 90'da 114 ilə 9'da 12'yə baxırıq. 9 3'ə bölünür, qalır 3. 114 də 3'ə bölünür. 114 də 3'ə böləndə 38 alırıq. Sonra 3 ilə 12 yenidən ixtisar gedir. Qalır burada 4. Deməli, sonra 90 ilə 4'ü ixtisar apara bilərəm. 4'ü 2'yə bölürəm 2, 90'ı 2'yə bölürəm 45. Yəni sürətdə qaldı 38 vurulsun 2, aşağıda isə 45 qaldı. 38 də 2'yə vursaq 16, 1 yadda 60, 76. 45'də 76 aldı. İndi 45'də 76'ını da biz tam və kəsrlə yazsaq normalda 76'nın içərisində 45'imiz bir dəfə yerləşir. Yəni 1 tam 45'də 76'dan da 45 çıxıram, qalır 31. Yəni 25'dən çıxırıq biz 1 tam 45'də 31'im. 25'ten çıxırıq 1 tam 35'də 45'də 31. 25'in birini xırdalayanda olur 24 tam 45'də 45. Çıxılsın 1 tam 45'də 31. Və 24'dən 1 çıxıram, olur 23. Məxrəc olduğu kimi qalır. 45'dən də çıxırıq 31'im.
Deməli, 45-dən də çıxanda 31-i alırıq 14. Yəni 23 tam 45'te 14 aldım. 7'ye de uygun olduğu A variantı. Daha doğrusu 23 tam deyib 23 tam qeyd elədim. Üzülü sayı D variantı. Gəldik 8-ə. 8'de də yenə eyni qayda ilə bunu dövr kimi göstərsək 8 tam 90'da 56'dan da 5 çıxır. Yəni mötərizə tam ilə mötərizə arasındakı qiyməti çıxırıq. Olacaq onda bu 8 tam 90'da 56'dan da 5 çıxanda alırıq 51. Bunu aldıq. Və 90'da 51 hər ikisini biz bölə bilərik 3'ə. Onda olacaq 8 tam 51 3'ə böləndə 17 alırıq. 90'ı da 3'ə böləndə 30 alırıq. Bizə də ulduzun yerinə hansı rəqəm yazılmalıdır deyir. Cavab 30 olacaq. 8'ə də uyğundur deməli. 9. Bu ədədlərin cəmini əks olan ədəd hansı iki qonşu tam ədəd arasında yerləşir deyir. Əvvəlcə bu ədədlərin cəmini tapaq. 3 tam 9'da 3 ilə toplayıram 1 tam 9'da 4'ü. Eləyir 4 tam 9'da 7. Bunu tapdım. Və bu bizdə əksi dediyinə görə biz bunu mənfi 4 tam 9'da 7 götürürük. Və mənfi 4 tam 9'da 7 təbii ki yerləşir bizdə mənfi 4 və mənfi 5 arasında. 9'a da uyğun olur C bəndi. 10. Onda bir dəfə toplamaq, bir dəfə də çıxmaq lazımdır. Məsələn, birincini toplayıram. 3 tam 9'da 8 ilə toplayacağıq biz 4 tam 90'da 13'dən də birini çıxıram. Orta qabaqdakını 12. Bunun orta mərəci 90 olsa, 90'ı 9'a bölsəm 10, onu da 8'ə vursam 80 alırım. Toplayırıq. Bu da eləyəcək 7 tam 90'da 92. Deməli, aldıq 7 tam 90'da 92. İndi məndən nə istəyirdi? Bunu deməli 92'nin içində 90 bir dəfə yerləşir. Yəni düzgün olmayan kəsrdə o bir tam gəlir 7'nin üzərinə. Olur 8 tam 90'da 2. Bu da ixtisar getsə 2'yə olur 8 tam 45'te 1. Yəni birinci uyğun oldu bizdə D bəndi. Və çıxmasına baxıram. Həmin bu rəqəmləri bir-birindən çıxırıq. Yəni 3 tam 90'da birini 80 almıştım. Birini de 4 tam 90'da 12 almıştım. Tabii ki B'den anı çıxacağım. Çünkü B böyükdür. Yəni 4 tam 90'da 12'den çıxacağım. 3 tam 90'da 80. 4'ün biri xırdalayanda olur 3 tam 90'da 2 10. 102. Çıxırıq 3 tam 90'da 80. Tamlar getdi, qaldı 90'da, 102'dən də 80 çıxanda 2, 12. Baxaq görək düz elədikmi? Deməli 3 tam 90'da 8, 80, bu birisi də 4 tam 90'da 12. 4 tam 90'da 12'dən çıxırdıq 3 tam 90'da 80. Bunun birini xırdaladım. Bu oldu 90'da 102, bu da oldu 3 tam 90'da 80. İndi mən 102'dən çıxıram 80. O deyir 22. Aha. 90'da 22 aldım. 90'da 22'nin də hər tərəfini 2'yə bölsəm, 22'ni 2'yə böləndə 11, 90'ı da 2'yə böləndə 45. Yəni cavab olacaq fərqi 45'də 11. Birə də uyğun olacaq A. D. Gəldik 2'yə. Deməli 2'də 4 tam 99'da 15 ilə toplayırıq 3 tam 99'da 21. Eləyir 7 tam 99'da 6, 36.
Topladıq. 7 tam 99 36 aldı. 9'u ixtisar aparsaq, eləyəcək 7 tam 11'də 4. Yəni B variantı yorum verdi. İndi çıxmasına baxırıq. 4 tam 99'da 15'dən çıxırıq 3 tam 99'da 20. 4'ün birini xırdalayanda olur 3 tam 99'da 14 bir yadda 9 10 11 114. Çıxıram 3 tam 99'da 21. 99 olduğu kimi qalacaq. 4'dən 1 çıxıram 3. 11'dən də 2 çıxıram. Bu da olacaq 23. Yəni cavab olacaq 99'da 23. Bunun çıxmasının cavabı yoxdur. Ona görə ikinciyə sadəcə B variantı gedəcək. Bir dənə üçüncüyə də baxaq. Üçdə yenə göstəririk. Deməli 4 tam 9'da 8 yazıram birincini. İkincini isə 3 tam 90'da 38'dən də bu 3'ü çıxırım. 35. İndi birinci olacaq 4 tam 90'da 99'a böləndə 10, 10 da 8'ə vuranda 80 alır. Toplayırıq 3 tam 90'da 35. Bu da eləyir 7 tam 90'da 5. 8'in də üstünə 3 gəlir. 8, 9, 10, 11, yəni 115 və 115'i də 90'a bölməliyik. Bölək təqribən içində 90 neçə yerləşir? Bir dəfə yerləşir. O bir tam gəlir 7'nin üzərinə. Yəni olur 8 tam. 115'dən isə 90 çıxanda geriyə qalır 25. Yəni 8 tam 90'da 25 alırıq. Bunların da hər birini ixtisar aparırıq. 5'ə aparsaq. Deməli, biz necə elədik? Yenidən baxaq. Bunu dövr kimi yazdıq. 4 tam 9'da 8. Bunu isə 3 tam 90'da 38'dən də çıxdıq qarşısındakı 3'ü 35 yazdıq. Sonra topladıq. Elədik 7 tam. Sonra 80 ilə toplayırıq 35'i. Eləyir 115. Yəni 7 tam 90'da 115 elədik. Sonra 115'in içərisində 90 bir dəfə olduğu üçün gəldi 8'in üstünə və 115'dən də çıxdıq 90'ı, cavab elədi 25. İndi ixtisar aparam. Bu isə 25'i 5'ə bölürəm 5, 45, 90'ı 5'ə bölürəm. Olur, deməli bir dəfə 18. Yəni cavab eləyir 8 tam 18'də 5. Burada yanlışlıq var. Y variantında 7 tam 18'də 5 yazıblar. Üçüncüdə yəni. Üçüncüdə cavabımız Y variantı deyil. Yəni 8 tam 18'də 5. 7 tam. Çünki bunun tam hissəsi 4'dür. Bunun tam hissəsi 3'dür. Orta mərəzə tapanda 90 ilə özünü götürmüşəm. 10, 80 eləyib. Bu da 3 tam 90'da 35 eləyib. Toplamışam 7 tam 90'da 115 eləyib. 115'in də içində 90 bir dəfə olubdu. 25, sarparmışıq 5. Burada da parmışıq 18. Yəni 8 tam 18'də 5 almışım aslında. Benim cevabımız burada yoxdur. Bu qalsın. Yəni çıxmayalım. Biz həmin o rəqəmdə 4 tam 90'da 80'dən çıxaq 3 tam 90'da 35. Bu da eləyəcək 1 tam 90'da 80'dən də çıxaq 35'i. 80'dən də 35 çıxanda geriyə qalır 45. Bunlar da ixtisar gedir təbii ki. 90 45'ə bölünür çünki 1 tam 2'də 1 alır. Üçüncü sadəcə C bəndi gedəcək. Y variantı dediyim kimi yanlışdır. 7 tam 18'də 5 yox, 8 tam 18'də 5. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.